çöməyim, hikmətinlə möhkəmən, adınla daşıyacağım ömrü ölənə qədər. Bir dövlət qurmusan ki, haqqın adına layiq, bir bina tikmisən ki, tuçdan möhkəm təməli. İlhamdır şah əsərin, bir sevgi böyütmüsən, hələ görməyib tarix. Minin sonra da bəndə olacaq çox səməri. Adımla and içməyə haqqım var, inadım var, müqəddəslər önündə and içmək də savabdır. Haqqını dananlara şeirlərim cavabdır. Sənin əmanətindir müstəqil Azərbaycan, qadına baş əylən, qəbul et bu sevgimi, sevgim dəniz kimidir. Bugün vətən mülkünü qırıyən bu ehtişam, bilirəm şad ruhunu, bax yenə də şad edir. Vətən nədir? Bugün prezidentin yürütdüyü siyasətdir. Daha doğrusu siyasetdir. Nədir vətən? Prezidentin addımında üzə çıxan surətdir. Bu surətin arkasına möhkəm duran millətdir. Vətən sözü dilimizin əzbəridir. Vətən Ulu Heydərimin əsəridir. İndi onun davamını ilham yazır. İlham yazma sərfiyə vətənimin ağcülünü, vətənimin ağrısını, vətənimin düyünü. Yazır uzaq-uzaq səfərləri, söhbət tutan səhnələri, vətənimin qətiyyət daxtını yazır ilham. Bu yazmağa haqqı ona xalq veribdir. İnanıbdır millət ona, öz oğluna, Heydər kimi öndərimin sözlərinin davamına. Əzizlərim, bir sözünü deyin gərək, prezidentin ətrafında gərəkdir ki, birləşək. Mən başına əysən yana, sən başına əysən yana, güllə dəyər Azərbaycan bayrağına. Niyə dəysin? O bayrağı biz ölümlə, damladayla uzatmışıq. Əzizlərim, ona görə prezidentin ətrafında sıx birləşək. Onun hər sözünə, hər kəlməsinə gərək biz də bir can deyək. Bir söz ilə Azərbaycan deyək. Səylənir ana yurdum, yaşayır Azərbaycan. Var ol Heydər şığı, var ol sevimli rəhbər. Yaşa elin inadı, yaşa xalqın inamı. Nicat yolumuz budur, budur indi həqiqət. Heydərin davamçısı bugün mən varam deyir. Xalqımız ilhamdır, xalqımız